Abi xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənim həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, xanımlar narsistlərlə, yəni narsist kişilərlə sevgili münasibətlərində və yaxud da evlilik münasibətlərində olarkən, yəni münasibətləri yolunda getməzkən ki, zaten yolunda getmir heç vaxt. Yəni elə bir narsist yoxdur ki, onunla münasibət yolunda getsin. ChatGPT-yə müraciət edirlər. İndiki dövrdə artıq hamımızın da bildiyimiz kimi, yəni ChatGPT artıq psixoloqun əvəz edicisi hesab olunur. Yəni kişilər də, xanımlar da onunla dərsləşir. Yəni əsasən də xanımlar. Amma dərd orasındadır ki, narsistlərə aid sual verəndə bu xanımlar səhv suallar verirlər. Məsələn, o sualları qorxudan verirlər, utanma duyğusundan verirlər, daxilində olan boşluqdan yola çıxaraq verirlər, acizlikdən yola çıxaraq verirlər. Yəni, bütün bunların hamısı, verilən sualların hamısı o yöndədir ki, mən necə edim ki, narsisti düzəldim. Narsistdə çünki belə bir şey var ki, emosional cəhətdən, ekonomik cəhətdən, o cümlədən dəyəri baxımından insanı özündən asılı vəziyyətə gətirib çıxartmaqdır. Yəni, məqsəd budur. Yəni, hər yolla o insanı özündən asılı vəziyyətə salır. İzolyasiya eləyərək, daimi beyninə yerilərək ki, mənsizsən, heç kimsən, mənsizsən, yaşaya bilmərsən və yaxud da xüsusi inanclar insanın beyninə hasil edərək ki, biz bir-birimiz üçün yaranmışıq, biz ölənə qədər bir yerdə olmalıyıq, ailəni dağıtmaq olmaz, hansı ki, bu insanda günahkarlıq hissi yaradır. Deməli, ChatGPT-yə verilən səhv suallar hansılardır? Məsələn, belə bir sual verilə bilər. Mən narsisti necə dəyişə bilərəm? Ümumiyyətlə, onu dəyişmək olarmı? Təbii ki, ChatGPT də statistikalar üzərindən işləyəcək. Təbii ki, bu praktikada olub ki, belə hallar ki, məsələn, narsist bir terapevtə gedəndə bu 1% olur. O da intellektual səviyyəsi yüksək olan narsist ki, 2 il psixoterapiya görüb və dəyişibdir. Amma bu Azərbaycan reallığına görə demək olar ki, praktiki olaraq mümkün deyil ki, bir narsist 2 il davamlı olaraq hər həftədə bir dəfə psixoterapevtə gəlsin. Yəni, bunu eşidəndə ChatGPT-dən artıq başlayır ümid yaranmağa ki, qoy aparım onu psixoloqlara, psixiatrlara, mübarizə aparım. Demək ki, bu olurmuş. Amma bu praktiki olaraq mümkün deyil. Təsəvvürlə ki, 1%-in uğruna bu boyda ümidlənmək və o ümidlə şişirtmək, məsəl üçün. Məsələn, bir başqa sual odur ki, narsist tez-tez insanı tərk edir axı. Yəni, bir insanda emosional kaçel yaradır. Bir tərifləyir, bir sevir, yanında olur. Bir necədirlər aşağılayır, ağzına gələn deyir və uzaqlaşır. Bir də görsən, yoxa çıxır, telefonlarına zəng atmır. Və çıxıb gedib, mən nə eləyə bilərəm ki, onu geri qaytarım. Təbii ki, ChatGPT-də də bir buket təkliflər çıxır. Belə elə, filanca davran, filan şəkildə geyin, nə bilim, getmən, nə bilim, necədirlər, idmanla məşğul, özünü düzəlt, diqqət cəlb elə, nə bilim, buna oxşar bir buket şeylər, amma bütün bunların hamısı nədir? İllüziyadır. Siz nə qədər yaxşı olmağa çalışsanız da, narsist egosu bir qara dəlikdir. Hər zaman necə deyirlər, nədir? Nələrsə çatmayacaq onun üçün. Hər zaman nədənsə narazı olacaq. Hər zaman necə deyirlər, orada bir nöqsan buraxacaqsınız. Yəni, onun gözündə. Yəni, bu nəyə bənzəyir? Belə deyək də, okeandan necə deyirlər, vedrə ilə suyu daşımağa bənzəyir ki, okeanda heç bir zaman su bitməyəcək. Və yaxud da əksinə, vedrə ilə okeana su dökməyə bənzəyir ki, hansı ki, o suyun miqdarı, sən 100 dənə də vedrə okeana su döksən, o artan deyil, yəni. Başa düşürsünüzmü? Yəni, mümkün olmayan şeyi mümkün hala gətirmək kimi bir şeydir. Sonra, məsələn, belə bir necə deyirlər, sual verə bilərlər ki, bəs, axı, nəyə görə məni sevmir? Mən onun necə deyirlər, sevgisinə necə nail ola bilərəm? Axı, məndə hər şey
yolundadır. Mən baxımlı xanımam, ali savadlı xanımam, ona necə deyirlər, qayğı göstərirəm, ona hər şey eləyirəm, saçımı süpürgə eləyirəm. Axı nəyə görə necə deyirlər, o mənə qarşı belə davranır. Mən daha nələr eləyə bilərəm ki, onun diqqətini cəlb eləyim, yəni sevgisinə nail olum. Və mən başqa necə deyirlər, özümü necə apara bilərəm, davranışımda hansı dəyişikliklər eləyə bilərəm. Yəni bütün bunların hamısı yararsızdır yenə də. Çünki narsist elə bir struktura malikdir ki, siz hətta davranışınızı dəyişsəniz belə, o bir müddət, məsəl üçün, o yeni davranış strukturunuz ona cazib gələ bilər ki, bu dəyişdi, başqa cür davranır. Amma bir müddətdən sonra yenə o sıfırlanacaq. Çünki narsist bugün sevdiyi şeyə sabah asanlıqla nifrət eləyə bilər. Başa düşürsünüzmü? Yəni, məsələ budur. Yəni, onun daxilində gedən o prosesləri siz anlaya bilməzsiniz. Və təbii ki, bu cür sualları ChatGPT-yə verəndə, ChatGPT süni intellektdir. Yəni, o deməkdir ki, o hər şeyi bilir. Statistikalar, algoritmlər üzərindən işləyərək sizə güya illüzor, yəni güya ki, xəyali bir çıxış yolu verəcək. Siz də onlara, necə deyirlər, vaxt sərf eləyərək bir o qədər də nədir? Daha dərinə, necə deyirlər, batacaqsınız. Başa düşürsünüzmü? Amma verilən suallar əslində bunlar olmalıdır ki, mən bu narsistlə münasibətdə nə iş görürəm? Mənim nə itim azıb burada? Mən narsistlə münasibətdə olarkən hansı boşluğu doldururam? Keçmişdə baş verən hansı məsələni indikində reallaşdırmağa çalışıram, həll etməyə çalışıram? Və yaxud da mən əslində bu münasibətdə pozitiv şəkildə nədən yararlanıram? Hər bir negativ davranışın özünün də nədir? Yararlanma elə bir tərzi var. Bu münasibət məni nədən qoruyur? Yəni, bu münasibət mənə əslində aldadıcı olaraq nələr verir ki, mən bu münasibətin içərisindəyəm. Və bu cür qarışıq suallar. Yəni, ChatGPT-yə əslində bunlar verilməlidir də, amma bunlara da ChatGPT demək olar ki, doğru cavab verməyəcək. Yəni, öz versiyalarını irəli sürəcək, yenə də sizi çaşqınlığa salacaq. Və bu sualları əslində sizə kim verməlidir? Terapevt verməlidir. Yəni, təcrübəli bir terapevt. Yəni, bu işlə məşğul olan peşəkar verməlidir ki, nəyə görə siz bu münasibətin içərisindəsiniz, onu açıq-aşkara çıxarsın. Çünki bu tip münasibətin içərisində olan insanlar adətən sevgiyə layiq olmağa çalışan insanlardır. Çünki uşaq vaxtı və yaxud da deyək ki, yeniyetməlik dövründə ona o şəkildə öyrədilib ki, yəni sən sevgiyə layiq olmaq üçün əzab çəkməlisən. Məsələn, sən ananın sevgisinə layiq olmaq üçün, deyək ki, məsəl üçün, anan başını bağlayır, sən də başını bağlayıb dindar olmalısan. Atanın sevgisinə layiq olmaq üçün bütün qiymətlərin dərslərdən 5 olmalıdır. Yoxsa səni atan qəbul eləməyəcək. Sən baban kimi olmalısan, sən mən nə biləm necə deyilər, nənən kimi olmalısan, sən xalan kimi qeyrətli olmalısan. Əks halda necə deyilər, sən qəbul olunmayacaqsan. Ona görə də insan bu modeli necə deyilər, mənimsəyir. Hansı ki, illər keçməsinə rağmen elə bir münasibətlərin içərisində olur ki, orada o mütləq əzab çəkməlidir. Fikirləşir ki, o vaxtları mən o sevgini ala bilməmişəm, onu həll eləyə bilməmişəm o məsələni. Amma bu dəfə mən bunu alacam. Təbii ki, bu birbaşa düşüncə şəklində o xanımlarda biruzə vermir. Yəni, bu şuur altında gedir bu proseslər, hansı ki, mürəkkəb psixofizioloji proseslərdir, hansı ki, bədən dilində özünü bildirir. Yəni, demək istədiyim odur ki, bu cür mürəkkəb münasibətlərdə ChatGPT ilə dərdləşmək məsləhət deyildir. Və mənim təsis elədiyim The Dark NLP Akademi və onun komandası biz bütün təhlükəli insanlar, məsələn, narsistlər, psixopatlar, paranoidlər, duyğusal olaraq qeyri-stabil insanlara qarşı real şəkildə hansı metodları tətbiq eləmək lazımdır, onlara qaçış planını necə hazırlamaq lazımdır, onları necə əhəlləşdirmək lazımdır və eyni zamanda onları necə regulə eləmək lazımdır, onun metodlarını öyrədirik. Sağ olun.